bilen kadın, bu kadında layakat yoktu. Bunu kim edip? Niye edip? Niye? Kim edip? Niye? Ay, böyle şey oldu. Çok terbiyesiz hocam. Ve bana karşılığı ben siz bilin. Şəfiqə xanım. Ay canım, biz demokratik ülkede yaşayırıq. Sen qonşu ixtiyarın yoxdur. Gəlib mənə deyirsən ki, səs-küy sazı. Nəyəm özümsün, daha sənə qadınsan. Və kişi kimi danışmaq olmur. Yəni kişi olsaydın bu bıçağı... Sən də mən polislə hədəliyirsən. Demokrat edirsən, mənim başıma çıxmayacaqsan. Mən neydim gözüm aydın. Get təzdən harada gəlmişsin, qayıt ora. Clap along if you feel like you're... Mən sizi polisə versəm, həyatımda indiyə qədər heç PPX-yə zəng eləməmişəm. Heç kimə zəng eləməmişəm. Mən sizi yəni polisə zəng eləsəm, siz məndən incirsiniz. İndi siz mən polisə verəcəksiniz. Ya polisə verməyəcəm Türkün məsələ. Polisə deyəcəm, gəlib aparacaq səni. Ya suqa sana polisə versəm mən. Nəyəm gəlib Sənətim var. Mən nəyimə lazım başqa söhbət edir. Bizim sənətimiz yoxdur axı. Biz də haramsıza gəlib göstərir. Ağzını danışığım bile ha. Bunlar size göstereyim. Bizim sənətimiz Qatqılıyır ya bu. Deyir sənətim var. Mənim də sənətim var da. Ay bacı, mən sən sənət verəsə dediyim, get işinə deyirsən məşğul ki, ol. mənim sənətim Az git var. ağzımı daşıyıb əsəblərəm ki, oramam mənim yerə. Gəlmirsən bura mənlə şey danışmağa. Mən səndən Get tut daşığım o tərəfdə girdirəm. Sən birisi gəl olsan az, çörək kesmişəm, gəlmişəm səndən. Çörək kəsmirsən amma. Ayıp da sen. Git işte ben ya. Git başka. Qurban olun, mən sizin əvəzdə çıxıb demişdim ki, həyat yoldaşım. Biraz Tərana xanım. Mən çərçivədən çıxma. Arşivədən çıxma bir Sonra da dəqiqə. təklif verməkdənsə çıxıb mətbuata. Səni kim göndərib bura vəbşə? İkrah hissindən. Məni bura Cabbar Musayev Kölkə. Yəqin ki, kimsə göndərdi burada. Gəl bizim burada söhbət. Ayıb olsun, hərəsi mimacı. Elə sənə ayıb olsun. Nəysə, Azərbaycan mədəniyyətini bu qədər cılı səviyyəyə gətirib çıxartmaq vallahi mən utanıram. Mən sanki bu sferada artıq yetərincə adımı təsdiq edib buradan pul qazanıram deyə məcburiyyət qarşısında bu palutanın içində mən hələ də Əvvəla qaynıram. mədəniyyətdən danışmayın. Mədəniyyətsiz sizin özünüzsünüz. Şibir hərəkətlər eləyirsiniz. Kendinize fikir elə. Çox mədəniyyətsiz insansınız. Sağ olun. Mən əgər səni işdirəmsə ki, mən mədəniyyətsizəm, bu mənə heç sarsıtmır. Təşəkkür edirəm, çox sağ olun. Mən sizi təşəkkür elədim. Şəxsiyyətcəm də sizdən böyüyəm. Yaşcan da sizdən böyüyəm. Sənət nöqteyi nəzərdən sizdən də böyüyəm. Mən fənli deyiləm. Sağın xahiş edirəm. Mənim şəxsən bu şəxsi işimə qarışma xahiş. Mən sənə icazə vermirəm. Sənin icazənlə deyil. Fikir azadlığı var. Sənə icazə vermirəm. Səni də kimsə gəlib göndəribsə bura ki, qalma-qal yaratmaq üçün. Geldi seni de onu da oturaram yerine bildiğin. Məni heç vaxt otuzdura bilməzsən, mən ürəyim istəyən yerdə ayaq üstə duraram, ürəyim istəyən yerdə oturaram. Sen hele öz teraneve bilen ihtiyarı dene, sonra men teranenin bacararsan, yaxşı. Sən deyəsən geçin ha. Xahiş edirəm, lütfadan kənar Gördüğünüz kimi studiyamız çok berbat gündədir. Nələrin baş verdi, nə kimi doğrudan da çok dəhşətli bir hadisələr baş verdi. Siz də Bir kere oxuyub eləyibsən. Məktəbdə qutarıbsan. Məktəb orta təhsil almışam. Amma sənətimi Anan, atan var. hamısı var, anada, atada, nəsil, bütün hamı başıma and içirlər. Ama biri Pesok'la bakın. Necə, nə olubdu? Pesok'la bakan kim idi? Bilmirəm, Pesok'la da Ekstra baxırlar, seçkin İlanla da Azərbaycanlılar baxırlar, idi. nə bilim, hamısı mənim, Rövşanə xanım, onlar hamısı mənim yolum. Keçən verişdə yadınızdadır, bir qadın evini satmış. Hansısa provokçu, eksesiz falçı
vermişti. Bu işi indi de devam ediyor, düzdür mü? Bəli. Bununla bağlı, bakın, falçılar gelirler, danışığına fikir ver. Sakin. Ne sen ne Danışığına fikir ver, Hani fikir. buradan çağıralım, buradan gelip bakarlar. Çağır, kim istiyorsun? Hadi bu çıkar buradan. O dəqiqə şiirlə salır. Gel buradan ben. Çok, benim senetlerim var. Ne demişim? Ben hayatım hayatım. Her hafta birinize 100 bin manat verdim. Gel məni vermək. Örtümü yığıştır. Beni başka Məni vermək. Örtümü yığıştır. Beni başka parçalara bir şeyler. Durmayacaksın. Sözlersin aradığını almışım. Başka parçalara beni okşatma. Kendini yığıştır. Tarımı çok yığıştır. Örtümü yığıştır. Yəni ki, Çağrısız gelmişler. Bu kadar şeylisiz. Olmasa. Çağrıya bak. Gece hadi ben de. Bu insan ne işleyip? bu partasın ne kadar partisi o kadar adam az olur. Kulturallık nedir? Beni başta sal canım benim. Kultural səhifədə başlanır. Nədir? Kulturallıq elmi var, yəni bu mədəniyyət. Şimdi bu insana aparıp bu hukuk muhafız organları yoklasın göre bu halka düzgün informasiya, düzgün temelli edebilir mi? Bir sen bu kameralar oldu tutturuyor. O dəqiqə o. Sakin. O yazır. Sənin yan, mən sənə düşə olmamışam, gədə. Söyləyirəm. Mən prezident Çəkin bunu göstərin və bu şiirlərin kim olduğunu bil. Bir dəqiqə. Şimdiki kim söyləməyə bilir yana? Telefonu ver bu üstüne gel. Boşuzma, bu kucaqda kimlər elmə görür? Farklı gelişler götürüyorum. Telefonu ver. Ne işin yasa oldu? Yok hep bütün gelişleri çal. Şimdiki məsələ sən deyir. Xahiş edirəm, çox xahiş edirəm, birbirimizin üstünə. Mən hələ ki hörmət eləyirəm. Sən təhqir eləmə. Mən hələ ki hörmət eləyirəm. Bayram, sən bir dəqiqə xahiş edirəm, çəkə bilərsən. Bayram, sən deyən ki, məni başqalarıyla səhv salsın. Ay ya, Sen orada bir söz iste. Sən yox, Yavuz'u temel mahkemede siz, sakit kal, sakit kal. Sən əlləri bir dənə sakit olaq, Aydı xanım, xahiş edirəm. Bu insana müraciət etmək lazım. Kameradan o gece sözünü çıkartıp beni verersin. Ben mahkeme öz işim mahkemede. Verərsən, qardaşım, verərsən. O yazdığı 100 bin hardan da versin sənə, sən də deyən. 100 bin vermelidir bana. Hardan vereyim? O gece sözüne göre 100 bin ödemelidir. Gədə təhqir deyil, yaxşı. Yok, o sözü dediyse 100 bin manatı. Ben 5 vekilimi indi bu işe başlayacak kameralardan çıkarıp o süzeti vereceksin. Sonra medyaya biz müəyyən açıklamaları vereceğiz. Tamaşaçılar Görün ben 100 lira alırım yoksa yok.